Valla indi gəliblər dünənlər, o günlər Yasamalda sökülən evi gördüm. Özüm də qorxuya düşdüm ki, gəlib Allah eləməmiş. Bizə də onsuz dəqiqədə xəbərdarlıq eləyirlər ki, çıxın, çıxın. Dövlət Yol Agentliyindən yola düşüb, bu plana düşüb. Çoxunu da çıxardıblar, yəqin ki, onları razılaşdırıb çıxarıblar. Mənə də valla elə qiymət oxuyublar ki, mən o pulla hara gedim? Mənim maaşım 540 manatdır. Yəni gülünc bir rəqəmdirsə, hər gün orta axşam işləməyim var. Gülünc bir rəqəmlə mən bu evi tikmək üçün mən bütün ömrümü sərf eləmişəm. İndi də Unibanka 170 manat, o 540 manatdan 170 manat kredit ödəyirəm. 50 manat da kommunal olanda mənə deyirlər ki, çıxın, hara çıxın? Mən kirayəyə çıxım, hara, nə verim? Neynən dolanım? Mən bir Allah bilir, bir özüm bilirəm ki, mən bu evi ərsəyə gətirmək üçün, bu yola gətirmək üçün nələrdən keçmişəm. Ac qalmışam, susuz qalmışam. Heç kimə dərdimi demədən bu evi ərsəyə gətirmişəm. İndi evladım da uşaqla bizdə qalır. Başqa yolumuz da yoxdur. Nə ev almaq perspektivimiz var, nə bir torpaq almaq. İstəyirdim ki, həm buranın üstünü qaldıraram, uşağım üçün də bir ev tikərəm. İndi də gəlib mənə ilişəndə mən hara gedim? O kiçik məbləğlə mən hara gedim? Baxın, burada evlər tikilir. Burada bilmirəm hansı şeydir, evlər tikirlər. Mən başqa heç nə istəmirəm ki bunlardan. Məni buradan ya ev verin, mənim iş yerim piyada gedirəm. Bakmil metrosu bu evin arxasındadır. 4 dəqiqə ora çatıram. Ulduz metrosuna 13 dəqiqə çatıram. Nərmanov rayon metrosuna 20 dəqiqə çatıram mən. İndi deyirsiniz ki, çıx o kiçik məbləğlə, çıx cəhənnəm ol, hara istəyirsən, get günən gəlib qazı sökəcəyik, işığı sökəcəyik. İnterneti o gün gəlmişlər sökməyə ki, xəbər eləyiblər ki, əhali yaşamır. Mən əhali deyiləm, mən vətəndaş deyiləm, ay mənim dövlətim. Dövlət qurumudur. Məni buradan çıxartmaq istəyən, mən dövlətimə güvənirəm. Mənim dövlətim mənə sahib çıxmalıdır. Mən tək qadın olaraq, tək valideyn olaraq mən zülmlərdən keçdim. Mən əziyyətlər çəkib bu evi ərsəyə ac, susuz qaldım. Küçələrdən çörək götürdüm. Qonşular çıxartdılar, küçəyə çörək qoydular ki, toyuğa töksünlər. O çörəyi mən götürərək dolandırdım uşaqlarımı, hazırlığı qoydum. 2 dənə evlad oxutmuşam. O az naaşla, o az pulla mən vətənə də gözəl bir uşaqlar vermişəm, yəni yetişdirmişəm. Belə komalardan çıxdı vətən fədailəri, yəni belə komalardan çıxdı. İndi mən də vətənimi, dövlətimi sevən bir insan olaraq mən də gəlmişəm. İndi məni çıxartmaq istəyirsiniz, pul da vermək istəmirsiniz. Və mən çıxmaq demirəm ki, çıxmıram. Mən kiməm ki, mən dövlətin qoyduğu şeyə badalaq atım, nə bilim mən neyiniyim. Gəl, imkanımız vardı, dövlət olaraq sənin imkanı var. Burada yataqxana var idi. Hər otağa 50 min verirlər. Deyirəm ki, orada hər otağa 50 deyir ki, o şeydir, özəl idi. Deyirəm ki, dövlət bəyəm özəldən kasıb idi. Dövlət bəyəm özəldən acizdir, vətəndaşını razı sala bilmir. Mən bir vətəndaş olaraq, mən bu ölkənin vətəndaşı olaraq şərəflə, ləyaqətlə yaşayan bir qadınam bu həyatda. Niyə mənim razı salmırsınız ki, mən də çıxım, rahat olum? Tamam, mən uzağa getmək istəmirəm. Mənim iş yerim buradan, bura yaxındır. Hara gedim? Mən o maaşla hara gedim? Sanki məni öldürmək istəyirsiniz. Sanki mənim o bağanı ya öldür, ya arxası üstə çevir. Məni buradan atmış, elə bil ki, öldürmüş kimi bir şeysiniz. Avtomobil Yollar Agentliyidir. Mənə bildiriş göndəriblər, baxın. Ki, xahiş edirik, buradan çıxın. Neynən çıxın? Mən sizdən sual edirəm, Salih Məmmədov. Mən sizdən xahiş edirəm. Mən sizə gəldim, ərizə ilə müraciət eləmişəm, hələ cavab yoxdur. Ayın içində müraciət eləmişəm ki, mən sizdən xahiş edirəm. Mənim bu ərazidə ev almağıma yardım edin. Yardım deyəndə ki, mən yardım istəyən adam deyiləm. Mən ac qalmışam, heç kimdən yardım istəməmişəm. Mənim bu haqqımdır, evimdir. Mən zülmlə bunu ərsəyə gətirmişəm. Mən sizdən xahiş elədim ki, bu ərazidə mənə ev almaqdır. Yaxşı, tamam, buradan ev verin. Ev vermirsiniz bu qiymətdən mənə pulum verin ki, mən də buralarda ev alımda uzağa getməyim. Mən də yazdığım axı. 20 ildir mən burada yaşayıram. 20 ildir mən can tökmüşəm. Qan tökmüşəm burada, can qoymuşam. Dövlət avtomobil yollarını getmişəm. O gün getmişəm prezident aparatına. Dedilər ki, burada həm qəbul yoxdur, həm də ayın 1-də iş başlayacaq. 11-11-ə də zəng elədim ki, bəlkə prezidentin qəbul, prezidentin deyil də, yəni onun köməkçilərini, administrasiyasına qəbula yazdım. Oradan da cavab verdilər ki, sıra dolub. Sıra dolub, mən kimə müraciət edeyim? Ay mənim dövlətim, ay mənim sevdiyim dövlət, sevdiyim vətən, mən hara gedim? Mən bu durumdayamsa mənə dövlət sahib çıxmalıdır. Mənə dövlətim sahib çıxmalıdır. Mən bu dövləti sevən biriyəm, yəni hara gedim? Mən sual verirəm sizə, mənə cavab verin ki, mən o 540 manatdan 200
170 manat ora ödəyirəm, 50 manat da kommunal ödəyirəm. O hansı kiraya Hansı gedir? nə qədər məbləğ? Valla 115 min deyiblər ki, 115 min verir. Amma baxmışam da hər yerə baxıram. Mən 2 ailə yaşayıram burada. Hara gedim? O pulla baxmışam, ev yoxdur. Bax 450 mindir bu evlərin qiyməti. Mən demirəm ki, mənə 450 min verir. Sonra deyirsiniz ki, 600 min verirdik, çıxmadı. Əsla deyil. 70%-ni verin oranı. Tamam, 250 min verin, mən çıxım da. Mən sizdən demirəm ki, mənə milyon verin, milyonçu olum. Lazım deyil. Mən elə ev almağa məbləğ verin, bəsimdir. Mən yetərlidir. Yəni, baxın, gəlib söküblər buranı. Başınıza dönüb. Baxın, gəlib söküblər. O günləri gəlirdilər, sökürdülər orucluq ayında. Divar divara yapışıqdır. Deyirəm ki, bu ərazini sökmək olmaz axı. Hələ mən bütün insanlar çıxarılmalıdır, sonra sökülməlidir. Niyə mən indi oradan bir traktoru atdı, su divardı, qonşunun divarı ilə yapışıqdır. Traktor atıb söktülər oranı. Su qırıldı. Oradan interneti qırdılar. Hə, bax bu divar mənim divarımdır. Yapışdırıblar, yəni yapışıqdır da, yəni divar divara yapışıq olsunlar. Özümüz düzəltdirmişik. Oradan da gəlib interneti qırıblar. Oradan interneti kəsməyə gəliblər o günlər. Deyirəm ki, interneti niyə kəsirsiniz? Mən burada yaşayıram da, adamam axı məndə. Burada yaşayanlar hara getdi xanım? Valla mən bilmirəm ki, hara getdilər. Xəbərim yoxdur hara getdilər. Onlara yaxşı məbləğ verdilər, onlar da getdilər. Valla orada dedilər ki, 400 min birinə veriblər. Bilmirəm. Nəyim xoşlarına gəlmədi. Mən neynədim, nə yapdım? Mən də insanam, vətəndaşam da, yəni niyə görə? Verin pulumu, çıxın da başınıza dönün. Mən sizə neynirəm bəyəm ki, mən heç kimə heç nə eləyən biri deyiləm. Heç bir qonşuya ziyanım gələn biri deyil. Heç bir vətəndə, heç bir quruma nə şikayətçi olmamışam bu vaxta qədər, nə də ki, heç bir pul üçün heç bir qapını döyməmişəm. Siz nə qədər Versinlər ki, 450 mindir bu da bu evlərin qiyməti də. Mən demirəm ki, 250 min verim, mən də bir normal ev alım, həm uşağıma, həm özümə bir yerdə alaq olmasa yaşayaq da adam kimi iş yerimə yaxın olsun da. Mən də uzağa getmək istəmirəm axı. Mən gedib, nə bilim, mən haralara çavalana, mavalana çıxmaq istəmirəm axı. Hə, oralarda var o qiymətə ev. Özləri də bilir nə qiymətədir evlər. Nüş bilmirlər, gözəl bilirlər. Mən sizdən ərizə ilə müraciət eləmişəm. Hələ cavab gəlməyib. Güman eləyirəm, ümid eləyirəm ki, siz mənə müsbət cavab verəcəksiniz. Mən xahiş eləmişəm ki, mən bu ərazidə ev almağıma yardım eləməyin. Mənə elə məbləğ verin ki, mən bu ərazidən ev ala bilim. Uzağa getməyim. Mən bu yaşıma qədər burada can qoydum. Uşaqlarımla bərabər əlləşdim, vuruşdum ki, bir ev əmələ gətirim ki, insan kimi yaşayım içində. İndi insan kimi yaşamağa başlayanda da gəldiniz ki, sökürük. Sökürsüz, tamam, mən bir söz demirəm. Amma heç olmasa məni razı salın da. Yəni 450 minə demirəm ki, mənə 450 min verin. 250 min verin, çıxım da. Mən bir söz demirəm ki, çıxıram. Vallahi çıxıram. Ki, gedim. Pulum olsa gedərəm, amma hara gedim? Necə gedim? Mən Moskvadakı yaxınlıqda iş yerinə yaxın ev ala bilmədim. Yox, mümkün deyil. Valla baxmışam, qiymətlərə baxmışam, maraqlanmışam. Yəni ki, çıxdıq, baxdıq qızımla, özümlə. Yoxdur bu evlər. Bax, deyirəm də ağzımın içində tikilən evdir də. 3 otaqlı bir evim var. 3 otaqlı da buradan alın, verin. Mən heç pul da istəmirəm. Mən sizin pulunuzla varlanmaq istəyən biri deyil, sizin deyil. Yəni mən də öz haqqımı istəyirəm. Başqa heç kimdən, heç nə bu vaxtdan istəməmişəm. Heç bir qurumun qapısını döyməmişəm. Heç kimdən şikayət eləməmişəm. Yəni belə, xahiş edirəm Salih Məmmədovdan mən nəzərə alsın, yəni